Salam əzizlərim, rəhimli və mərhəmətli Allahın adıyla hər birinizi xoş gördük. Bugünkü videomuzun mövzusu uşaqlarda emosional və davranış pozulluqlarıdır. Yəni, uşaqlarda hansı duyğu və davranış çatışmazlıqları ola bilər? Baxın, uşaqlar valideynlərlə bəzən əlaqə qura bilmirlər. Valideynlər də uşaqlarla əlaqə qura bilmirlər. Onların duyğularını dərk edə bilmirlər. Onların duyğularını dərk edə bilmədikləri üçün uşaqların duyğularından qaynaqlanan rəftarları da anlaya bilmirlər. Yanlış dəyərləndirə bilirlər. Uşaqlar da öz duyğularını ifadə edə bilmirlər. Axı uşaqdılar. İfadə edə bilmədikləri üçün, ehtiyaclarını tam şəkildə deyə bilmədikləri üçün, istək və gözləntilərini qarşı tərəfə çatdıra, valideyninə çatdıra bilmədikləri üçün üzləşdikləri problemləri, çətinlikləri necə anladacaqlarını bilmədikləri üçün valideynlə övlad, uşaq arasında anlaşılmazlıqlar meydana gəlir. Və bu anlaşılmazlıqların nəticəsində uşaqlarda duyğu pozulluqları, davranış pozulluqları yaranır. Məsələn, qəzəb ola bilir, kədər ola bilir, narahatlıq ola bilir və s. kimi normal olmayan, mənfi, fərqli davranışlar ortaya qoyulur. Biz bu problemləri 3 başlıq altında qeyd edə bilərik. Birincisi, duyğu problemləridir, emosional problemləridir. Məsələn, narahatçılıq kimi, qorxu kimi, qəzəb kimi və s. kimi. İkincisi, vərdiş problemləridir. Barmağını sormaq kimi, dırnaq yemək kimi, üzr istəyirəm, altını ıslatmaq kimi, tiki olmaq kimi. Üçüncüsü, davranış problemləridir. Yəni, oğurluq kimi, evdən qaçmaq kimi, məktəb qorxusu kimi, asıllıq kimi. Baxın, bu üç problemlər ki var, yəni duyğu, emosional problemlər, vərdiş problemləri və davranış problemləri. Bax, bu videodan etibarən biz bunlar haqqında danışacağıq. Həll yollarını deyəcəyik, səbəblərini deyəcəyik. Bu, hansı yaşlarda görünür? Səbəbləri nədir? Niyə görünür? Həll yolları nədir? Necə etməliyik? Hansı yanlışlıqlara yol verməməliyik, etməməliyik? Və s. kimi məsələlər tam şəkildə aydın formada hər biri haqqında qeyd olunacaqdır. Birinci məsələ burada narahatlıqdır. İlk öncə gəlin, duyğu, emosional problemlərdən danışaq. Emosional duyğuların rəftarlardan mənfi görünüşündən danışaq. Mənfi ifadə olunmasından danışaq. Birincisi, narahatçılıqdır. Narahatçılıq ümumiyyətlə səbəbi bilinməyən qorxulara deyilir. Yəni, daxili, xarici aləmdən yaranan təhlükə ehtimalıdır uşağın zihnində. Yaxud insan tərəfindən təhlükəli olaraq qəbul edilən, şərh edilən hər hansı bir vəziyyət. O vəziyyətdən, o səbəbdən qaynaqlanan duyğular. Belə uşaq, narahat uşaq, nigaran uşaq, təşviş içində olan uşaq həmişə həyəcanlı. Tez narahat olar, tez qəmgin olar, tez hüzünlənər. Hey gərgindir. Məsələn, sabah imtahanı olacaq, bugündən nigarandır, gərgindir, təşviş içindədir. Hələ mədəsi ağrıyır, ürəyi ağrıyır, halsızdır, qorxur, tez-tez ishala gedə bilir, hətta qusa bilir, hətta əsə bilir, hətta qanı düşür. Narahatçılıq içərisində. Bunun səbəbi nədir? Məsələn, bir misal olaraq qeyd edilir. Biz sağlam ailə həyatında, o kursda buna işarə eləmişdik. Bu məsələlərə işarə eləmişdik. SBT yönümlü, yəni kognitiv düşüncə üsuluna işarə eləmişdik. Demişdik, A, B, C yöntəmi var burada. A, B, C üsulü var burada. Nə deməkdir? Yəni, sabah mənim imtahanım var. Mən indi o imtahana görə stresliyəm. A, sabahki imtahanımdır. B, mənim stresimdir.
Bu beynin səbəbi o A deyil əslində. Yəni sabahki imtahanım mənim indiki hal-hazırdakı stresimə səbəb deyil. Səbəb C-dir, başqa bir şeydir. Nədir səbəb? Səbəb əgər imtahanı verməsəm nə baş verəcək? Stresi yaradan budur. Əslində imtahanın özünün olması səbəb deyil. Sabahları mən imtahanı verməsəm müəllimə nə deyəcək? Dostlarım qarşısında necə münasibət göstərəcəklər, necə utanacaq, necə bacarıqsız görünəcəm, necə aciz görünəcəm, necə uğursuz görünəcəm, ailəmə nə deyəcəm, ata-anama, valideynlərimə nə deyəcəm, nə cavab verəcəm, necə təhqir olunmuş hissi ilə üzləşəcəm, sevilməmə hissi ilə üzləşəcəm, alçaldılma hissi ilə üzləşəcəm, uğursuzluq hissi ilə üzləşəcəm. Bəzən hətta deyir, yazıq valideynim, mən onlara layiqli övlad ola bilmədim. Özünü yetərsiz görür, bacarıqsız görür, əskik görür. Bax, əslində sabahki imtahanın stresi budur. Bunlar olmasa, olacaq, çalışmışam, nə olur? Bunu ailələr verməyəndə görürsünüz, uşaqda nigarançılıq yaranır, narahatçılıq yaranır, təşviş yaranır. Yəni, bir növ ailəyə bağlıdır məsələlər. Düzdür, genetik faktorlar. Düzdür, temperamentdə rol oynayır, müəyyən miqdarda. Amma əsas ailə. Ailənin baxış tərzidir, idarə tərzidir. Dediyim formada, keçən videolarda dediyim formada. Ailənin yanaşma tərzidir məsələ. Belə uşaqlar qanunçu ailələrdə olur daha çox. Mükəmməliyyətçi ailələrdə olur daha çox. Cəzalandırıcı ailələrdə olur daha çox. Hey, tənqid edici ailələrdə daha çox olur. Yəni, uşağı elə baskı altında saxlayırlar. Qanun yaxşı bir şeydir, amma baskı yaxşı şey deyil. Tənqid, müqayisə yaxşı deyil. Mükəmməliyyətçilik yaxşı deyil. Disiplin gözəl bir şeydir, amma bunlar yaxşı deyil. Buna görə də bu uşaqlar qanunlara riayət edən olur. Tənqid olunmaqdan qaçırlar ona görə. Onlara olunan tənqidə qarşı çox həssasdırlar. Narahatçılıqlar bunları o qədər bəzən şiddətli şəkildə incidir ki, çox hüzün gətirir, çox qəm qüssə gətirir, çox kədər gətirir, çox çətindir bu uşaqlar üçün. Valideyn isə diqqətə almır. Çünki valideyn vaxtında belə öyrənir. Yaxud bu cür təlim alıb, yaxud bu cür tərbiyə alıb valideyn. Anlamır uşağı. Uşağın yaşadığı duyğu problemlərinin çətinliyini anlamır, dərk eləmir, deyir, ağıllanır. Deyir, mən uşağı psörk etmə, o belə olsun. Belə uşaqlar bəzən elə hüzünlü, kədərli olurlar ki, iştahaları belə olur. Heç bir iş görməyi belə istəmirlər. Bitkin düşürlər, gücsüz düşürlər. Onları təşviş edəcək vəziyyətlərdən qaçırlar, cəmiyyət içərisinə çıxmırlar, filan yeri getmirlər. Yenilik, inkişafdan qaçırlar. Özünə etibarları olmur, özünə güvənləri olmur. Buna görə görürsünüz ki, bu uşaqlarda dərslərində də hətta geriləmə görə bilərsiniz. Hüzursuz olurlar. Diqqət dağınıqları olur bu uşaqlarda. Mənim uşağım niyə diqqəti dağınıqdır? Uşağı o qədər sıxışdırmısan, uşağı o qədər qanun qoymusan, uşağın gözündə o qədər böyütmüsən imtahanı, ədəbli olmağı, qanuna uyğun olmağı, o qədər müqayisə eləmirsən, o qədər uşağın təpəsindəsən, başındasan, o qədər uşağı sıxma boğmaya salırsan. Mən neynədim ki, bu uşağı döymədim, vurmadım. Bəzən döymə vurmaq yox. Müqayisələr, mükəmməliyyətçilik tələbi. Uşağın elə uşaqlığını yaşamağa qoymamaq. Mən demirəm ki, bunlar pislikdən olur. Valideynin çox vaxt bunlar istəyindən olur. İstədiyindən olur uşağı. Yanlışdılar. O bir dənə azad insandır. Sənin saldığın çərçivəyə girsə, qəfəsdəki quş kim olacaq? Tamam, mən demirəm qanunsuzluq, disiplinsizlik olsun. Amma qanunu bacarmayandır. Bu disiplini bacarmayanda, öhdəsindən gələ bilməyəndə bəzi işləri, sənin verdiyin reaksiyalar,
Sənin onun qarşısına qoyduğun məqsəd, sənin dəyərləndirmələrin düzgün olmalıdır, anormal olmamalıdır. Belə olsa davamlı uşaqlar fikir eləyər, davamlı narahatçılıq halında olar. Bu uşaq bir yerə mərkəzləşə bilməz ki, diqqətini cəmləyə bilməz ki. Mədə ağrısı gələr, əzələ ağrısı gələr, yorğunluq gələr. Panik ataklar yaranar uşaqlarda. İndiki uşaqlarda panik ataklar belə yaranır. Obsesiv kompulsiv yaranır, fikir vasvasılığı yaranır. Davamlı olaraq narahatçılıq, nigarançılıq halı yaranır. Həddindən artıq utancaq olurlar, özlərinə etibar eləmirlər. Cəmiyyət içərisində danışmağa belə səy göstərmirlər. Öz bacarıqlarını, istedadlarını ortaya qoymaq istəmirlər. Cəmiyyət içərisində bunlar yemək belə yeyə bilmirlər. Ayrı qala bilmirlər valideynlərindən, qardaşlarından, bacılarından. Bəzən görürsünüz, məktəbə getmək istəmirlər. Evdən kənara çıxmaq istəmirlər. Uşaqlara qoşulub oynamaq istəmirlər. Ayrı qalanda onlarda bir günahkarlıq hissi, yarım qalmışlıq hissi, sıxıntı, üzüntü, narahatçılıq olur. Baxın, nəfəs darlığı yaranır bəzi uşaqlar. Qəlblərinin çırpıntısı yaranır, sinə ağrıları yaranır. Bəzi uşaqlarda görürsünüz ki, deyir, hə, vasvasılıq yaranır, əlim batıqdır. Yaxud fikir, qorxu vasvasılıqları yaranır. Baxarsınız, görərsiniz ki, bəzən əlin yumaq üçün gedir 5 dəfə yuyar bir şey. Yaxud fikrinə gəlir, birdən belə olar, birdən öyle olar. Hatarda qaldı. Falan şey nə oldu? Bu uşaqda valideyn yaradır bunlar. Tamam, genetik faktorlar ola bilər, demirəm olmasın. Genetik faktorlar olur. Amma əsas deyil ki onlar. Bəli, beyindəki bəzi problemlərdən də ola bilər. Nörotransmitterlərdən də qaynaqlana bilən bir şeydir. Kimyəvi proseslərdən də qaynaqlanan bir şeydir. Hormonlardan da qaynaqlanan bir şeydir. Bu da ola bilər. Amma əsasən valideynlərin işləridir. Travma aldığı zaman da ola bilər. Ailə daxilindəki streslərdən qaynaqlana bilər. Məktəbdəki çətinliklər, zorakılıqlar, müəllimin tələbkarlığı, müəllimin problemlərindən də qaynaqlanır. Alçaldılmışlardan, öyrənilmiş davranışlardan da qaynaqlana bilər. Məsələn, ata belədir, ana belədir, bu cürdürsə, təşvişlidirsə, uşaq da təşvişli olacaq. Rol model götürəcək ananın təşvişi, atanın təşvişi. Çətin həyatdan da ola bilər. Məsələn, bir adam elə davamlı olaraq iş yerini dəyişir, davamlı olaraq kiraya qaldığı yerlər dəyişir. Bəzən ailəyə yeni bir uşağın doğuluşundan da ola bilər, qayğı yaşaya bilərlər. Bu haqda da danışarıq. Boşanma qayğısı yaşaya bilərlər, boşanma nigarançılığı yaşaya bilərlər. Bu boşanma nigarançılığı çox böyük təsir qoyur uşaqlarda. Temperamentlərdən olduğunu demişik, yəni temperament məsələlərindən də ola bilər. Baxın, kognitiv düşüncə tərzini valideyn ilk növbədə özündə sonra uşaqda düzəltməlidir. Səviyyə düşüncə tərzini. Düzgün düşüncə formalarına malik olmalı. Uşaqlarda bununla mübarizə aparmaq, bunun öhdəsindən gəlmək bacarıqlarını valideynlər öyrənib, uşaqlara da öyrətməlidirlər. Ailənin dəstəyi çox əhəmiyyətlidir burada. Hansı yaşlarda olur? Baxın, hər yaşın özünə xüsusi olaraq bir, necə deyim, xüsusiyyətləri var, özünə xas olaraq bir xüsusiyyətləri var. Uşağın narahatlıqları yaşa görə dəyişir. İlk illərdə anaya bağlı olan, anadan asılı olan uşağın ən böyük narahatçılığı anadan ayrılmaq. Bu təbiidir. Məsələn, 3-4 yaşlı oğlan uşaqlarında bir sıra qorxular ola bilər. Özləri ilə əlaqədar, bədənləri ilə əlaqədar, cinsiyyət problemləri ilə əlaqədar uşaq düşüncələri qədər. Qızlarda atalarının sevgisindən məhrum qalmaq düşüncələri qədər. Baxın, 3-4 yaşında oğlan uşaqlarında analarının sevgisindən,
və qız uşaqlarında atalarının sevgisindən məhrum qalmaq qorxusu ola bilər. İlk məktəbə başladığı zamanlarda dostluq eləyə bilməyəcək, dostluq olmayacaq deyə narahatçılığı ola bilər. Sinifdəki oğlanlar qızlara, qızlar oğlanlara, balaca uşaqlara, uşaqlıq duyğuları ilə gözəl görünmək istəkləri ola bilər. Narahatçılıqları ola bilər. Bunlar məsum hisslərdilər. Saf, pak uşaq hisslərdilər bunlar. Baxın, əsas aşağı yaşlarda uşaqların narahatçılıqları azdır. Yaşları yuxarı gedə-gedə narahatçılıqları çoxalır. Həyatdan tələbləri artdığı üçün, həqiqətləri, reallıqları daha çox dərk elədikləri üçün, fərqində olduqları üçün. Ən çox narahatçılıqlar 13-18 yaşında olur. Cinsiyyət fərqinə görə uşaqlardakı narahatçılıqlar da fərqlidir. Qızlar daha çox narahat olurlar. Çünki duyğusal bir quruluşa malik olduqları üçün. 9-12 yaşlarında qızların narahatçılıqları çox olur. Nigarançılıqlar, təşvişləri çox olur. Oğlanlarda isə 13-16 yaşında bunlar görülür. Uşaqlar bunu ata-analarından daha çox öyrənirlər. Uşaqlıq illərindən əldə edirlər. Dediyim kimi, qeyd elədiyim kimi, ata-ananın uşaqları sevməkdən imtina eləmələri, təhqir eləmələri, alçatmaları, bacarıqsız görmələri, əhəmiyyət verməmələri, yox görmələri, kifayət qədər oynamamaları, vaxt ayırmamaları, diqqətsizlik göstərmələri, dinləməmələri, cəza vermələri, cəza verərkən olan o itici davranışlar, narahat edici davranışlar, iynəli sözlər, bunlar hamısı uşağın duyğularında oturur, yer eləyir. Uşaqlıqdan ananın uşağa dediyi sözlər, atanın dediyi sözlər, həm istər fiziki olsun, yaxud istər psixoloji olsun, cəhətdən uşaqda təsir qoyur. Baxın, boşanmalardan sonra olan didişmələr, ananın ata haqqında danışmağa, atanın haqqında danışmağa, ata-ananın bir-birinin davranışlarının narahatçılıqları, evdə obursu qardaşa, bacıya olan təzyiqlər, qardaş bacının yaxud buna etdiyi təzyiqlər, valideyn tərəfindən onlara olan təzyiqlər, yaxud onların buna etdiyi təzyiqlər müxtəlif formalarda. Bunlar hamısı uşaqların üzərində təsir qoyur narahatçılıqlarında. Məktəbdə olan təsirlər də öz yerindədir. Bunlar da var. Ən çox ümumiyyətlə dediyim kimi 13-16 yaş oğlanlarda, 9-12 yaşda qızlarda görülür. Uşaqlar sizin duyğularınızı, sözlərinizi ciddi qəbul edirlər. Siz elə bilirsiniz ki, anasız qayıdıb deyirsiniz uşağa, dədən ölsün sənin, dədinəsin oxşamır, sən də filan kəs kimisən, nəsifət, nə bilim, get buradan, zəhləm o, sən demişəm, çolaq olasan, öləsən, əzizlərin ölsün, başa daş düşsün, belə olsun, rədd ol, sənin bunları deyirlər uşağa, analar. Yaxud atalar deyirlər ki, gəmirə görüm, öldürəcəm səni, bunu niyə belə elədin, o nədir, rədd ol, başa oxutma, kəs səsi, otur. Və say kimi məsələlər. Yaxud saya salmamaq, atanın yerinə qoymamalar. Yaxud ananın üzərinə qışqırmaqlar, vurmaqlar, atanın üzərinə qarış eləməkləri, didişmələr, çırpınmalar, bunların hamısı uşaqlarda ciddi olaraq qəbul edilir. Bir atanın əsəbi davranışı, səsindəki nigarançılıq və səsindəki təlaş, səsindəki aqressivlik, ananın səsindəki qorxu, yaxud ananın səsindəki aqressivlik, səs tonları, cümlələr, kəlmələr hamısı uşaqlarda təsir edir. Yəni, bildiyiniz kimi, cənnət, cəhənnəmdə uşaqlara biz yaradıq. Bunu bilməliyik. Yəni, biz heç boş yerə deməyək ki, saçımızı süpürgə elədik, nə bilim, belə təhsil verdik, belə oxutdurduq, paltarın belə verdik, yeməyin belə verdik. Bir insan maddədən ibarət deyil. Fiziki bədəndən ibarət deyil, biyoloji deyil. Bir insan bədən və ruhdan ibarətdir, mənəviyyətdən ibarətdir, ruh sağlığı olmalıdır insanın. Sən ola bilər ki, bədən olaraq bir dənə qəşəng bir şey yetişdirə bilərsən, amma ruh olaraq onun içərisində çürümüş, özünə olan hörməti itmiş, təhqir olunmuş, yaxud aqressiv olan, yaxud nigaran olan bir dənə varlıq təqdim edə bilməzsən.
Bəhanə eləyə bilməzsən ki, mənim ata-analığım budur. Bir insanın ata-analığı hər nə qədər maddidirsə, bir o qədər də mənəvi olmalıdır. Diqqət eləməliyik. Ata-ana olmaq budur. Özümüzü düzəltməmiş, rəftarlarımızı düzəltməmiş, ailə olmamış, övlad dünyaya gətirməyək. Məhv eləməyək uşaqları. Gərək biz özümüzü düzəldə bilək. Davranışlarımızı, duyğularımızı, hərəkətlərimizi, addımlarımızı düzəldə bilək. Bir-birimizi sevməyi bacaraq, bir-birimizlə düzgün rəftar eləməyi bacaraq və uşağı sevməyi bacaraq, onun səbrini öyrənək, ondan sonra gedib dünyaya gətirək. Yoxsa günahdır. Bir ailə bir insanın cəhənnəmi də ola bilər, cənnəti də ola bilər. Ata-ananın təlim almalıdır, öyrənməlidir. Ata-ana necə evlənməyi öyrənməlidir, sevməyi öyrənməlidir, ailə olmağı öyrənməlidir, valideyn olmağı da öyrənməlidir. Olmalıdır bu. Yaxşı, ekonomik cəhətdən, iqtisadi cəhətdən bəzi çətinliklər, qayğılar, narahatçılıqlar da uşağın üzərinə təsir qoyur. Ata-ananın məsləyi, işi də belə uşağın nigarançılığı üzərində təsir qoyur. Yəni, anası əgər ev xanımıdırsa, yaxud anası çöldə işləyirsə, hərəsi bir cür uşaq üzərində təsir qoyur. Polisdirsə, bir cür əskərdirsə, bir cür uşaq nigarançılıqları var buna görə. Uşağa vaxt ayırmamağına görə, yaxud eşidən xəbərlərə görə, yəni əskərdirsə, hərbdədirsə, uşaq evdə narahatdırlar, bu da narahat olur. Baxın, bunları düzgün evdə, ailədə tənzimləmək lazımdır. Uşağın hər şeyi bilməsi lazım deyil. Qardaş-bacı sayına görə də təsir qoyur qayğılar. Qardaş-bacıya olan məhəbbət, ayrı-seçkiliklər də təsir qoyur uşağa. Qısqanclıqlar da təsir qoyur uşağa. Valideyn tərəfindən birinə daha çox diqqət göstərilib, cinsiyyətə görə, yaxud böyüklüyünə, kiçikliyinə görə, yaxud hər bir şeyə görə, kiməsə oxşamağına görə, dədəsinin tərəfini tutdu, nənəsinin tərəfini tutduya görə. Bax, bunu uşağı məhv eləyir. Uşağın bacarığının üzərində uşağı gəlirlər, sıxma boğmaya salırlar, bacarığın üzərində. Hər uşağın bir bacarığı var. Bir uşaq ola bilər ki, divara dırmaşa bilər, ağaca dırmaşa bilər, bir uşaq dırmaşır. Bu cür uşaq deyil, o başqa şey də bilər, o yaxşı şəkəcək. Baxın, bütün bunlar belə. Məsələn, uşağa deyirsən ki, sən sinifi yaxşı qiymətlərlə sən xaric edəcəksən. Bu cür olmaz, uşaq nigaran olur. Uşaq narahatçılıq hiss edir. Uşaq ən çox narahatçılıq hiss eləyəni bir məsələ uşağın evdə ata-anasının arasındakı arada qalmaqdır. Bir uşağın arada qalması. Neyinirik? Uşağın əsas ehtiyaclarını zamanında qarşılamalıyıq. 0-6 yaş arası xüsusiyyətlə və ondan sonra da elə davamlı olaraq. Ona uyğun, yaşına uyğun olaraq. Yəni, yeməyini, içməyini, altını təmizləməyini və s. qayğıları uşağı göstərməliyik. Uşağa demokratik bir, qeyd etdiyim kimi, demokratik bir təlim, tərbiyə verməliyik. Eyni zamanda iradəli bir təlim, tərbiyə verməliyik. Təzyiq göstərməməliyik, mükəmməliyyətçiliyi göstərməməliyik. Uşaq daha çox qayğı göstərirsə, bunları eləmişiksə, uşaq daha çox qayğı göstərirsə, hökmən biz getməliyik bir dənə psixologdan, ailə müşavirindən, uşaq psixoloqundan yardım almalıyıq. İndi o SBT ilə, yəni bildiyiniz kimi BTD də deyirlər, düşlər, kognitiv üsullarla, düşüncə üsulları ilə, yaxud üzləşmə üsulları ilə, yaxud ACT ilə, qərarlılıq, iradə üsulları ilə, yaxud dərman vasitələri ilə, rahatlama taktikaları ilə dəyişikliklər yaradacaq uşaqlarda. Ailədə uşaqla davranışlar yaxud öyrəniləcək valideynlərə və uşaqlara. Hər halda məlumatlandırma ilə və s. ilə uşağın bu problemlərinin öhdəsindən gələcəklər inşallah Allahın köməkliyi ilə. Amma hamısından daha önəmlisi olan valideyn və məktəb təsirləridir. Valideyn və məktəb. Sizdə nə varsa uşaqda var. Başqa bir yerdə heç nə axtarmayın. Məktəbdə nə varsa uşaqda.
Başqa bir yerdə heç nə axtarmıyor. Bugünkü verilişimiz burada sona çatır. Gələn verilişdə görüşərik inşallah.